Deməli, ümumi səhih hədislər 20.000, yəni yox, olmaz. 20.000 olmaz. Yəni Səhih Buxaridə təkrarla 7.000 hədis var. Təkrarsız 4.000 hədis var. Və həmçinindəki İmam Müslimin Səhihinin özündə də 4.000 hədis var. Əlbəttə, İmam Buxari və Müslimin Səhih kitablarında keçən hədislər o demək deyil ki, sadəcə bunlardır səhih hədislər, başqa səhih hədis yoxdur, yox var. Səhih İbn Hibban var, Səhih İbn Xuzeymə var və həmçinin sünənlər var. Əbu Davudun sünəni, Tirmizinin, Nəsəinin, İbn Məcənin, İmam Əhmədin müsnədi və Mu'cəm kitablarımız var. Mu'cəm-ü Tabarani, Əl-Kubra və Suğra və Əl-Əvsat və digər kitablar, məsənidlər var, musannəfətlər var və bu kitablarda da həmçinin səhih rəvayətlər var. Bunlar amma hamısı toplam 20.000-ə çatmaz. Yəni 20.000-ə çatmaz. Allah daha doğrusunu bilir. Lakin əgər səhih hədislər oxumaq istəyirsinizsə, Səhih Buxari və Müslimi oxumağınız daha məsləhətdir.